Porto Rikoya köçəndən sonra tez-tez qaçmaqla yaxşı etdiniz ismarışlar alıram. Halbuki xarici köçmək yalnız qaçmaq deyil, hər kəsin özünə görə fərqli səbəbləri var və bu proses sosial mediada göründüyü kimi güllük gülistanlıq heç də deyil. Sizə öz təcrübəmdən danışım. İlk aylar yalnız sənədlərimi gözləmişəm və dövlət, vəkil rüsumları hardasa 6-7 min dollara yaxın başa gəlib. Həkim qəbuluna düşmək isə ayrıca bir macəra idi mənim üçün. Adi diş proseduru üçün 2 ay gözləməlisən. Sığortan yoxdursa, qiymətlər 2-3 qat bahadır. Sığorta almaq üçün isə sənədlərin tamamlanmasını gözləməlisən və bu proses 1 ilə kimi uzanır. Burada maşın sürmədən sərbəst hərəkət edə bilmirsən. İctimai nəqliyyat demək olar ki, yoxdur və mənim kimi sürməyi sevməyən biri üçün isə sürücülük vəsiqəsi almaq da asan deyil. Əvvəla imtahan verirsiniz, sonra 1 ay yanınızda sürə bilən biri olmadan tək yola çıxa bilmirsən. Yaxşı ki, 18 yaşdan plusam, çünki 18 yaşdan aşağı olsaydım 6 ay sürməli olacaqdım. Bir də dil məsələsi var. Burada hamı ispan dilində danışır və icmanın bir parçası olmaq istəyirsənsə, mütləq şəkildə əlbəttə ki, dili öyrənməlisən. Yəni, demək istədiyim odur ki, xarici köçmək hər şey avtomatik həll eləmir. Harada olursaq olaq, biz yenə də xarici qalacağıq və çətinliklər hər yerdə var. Xüsusilə də bizim üçün yeni olan ölkədə. Bəs sizcə, xarici gedənlərin hamısı ölkəsindən qaçır? Şərhlərdə qeyd edin.